Veya adam deyir ki, Səfa Mərva arasında niyə görə bir adam Səfadan Mərvaya səy eləməlidir, Mərvadan da Səfaya səy eləməlidir? Deyir, sən bunu edəndə nə qazanırsan ki? Bax, dəyərli cəmaat, necə deyərlər həmvətənlərimiz, Bəqərə surəsində ayədir bunlar. Allah Teala buyurur ki, İnnəs-Safa vəl-Mərvətə min şəairillah. Səfa və Mərva Allahın nişanələrindəndir. Sonra davamında Allah Teala deyir ki, Mən həccəl beytə, kim evi həcc eləsə, əv i'təmara, ümrə etsə, fələ cünahə aleyhi ən yəttavvəfə bihimə. O iki daşın arasında səy etməsində ona bir günah yoxdur və istəsə edə bilər. Bax, buna görə sən Səfa Mərva arasında səy etməlisən. Sən namaz qılanda nə qazanırsan ki? Oruç tutanda nə qazanırsan? Savab qazanacaqsan. Namaz qılanda, oruç tutanda savab qazanacaqsan. Bəli, mən də bunu etiqad edirəm. Eyni ilə bu ayədə Səfa Mərva arasında səy etsən savab qazanacaqsan. Adam deyir ki, Səfa Mərva arasında səy etsən nə qazanacaqsan ki? Nə olacaq ki deyir orada? Heç kim də heç nə demir. Dinini bilməyən müsəlmanlar, Quran-ı Kərimi özü baxmayan müsəlmanlar deyir ki, düz deyir. Nəyi düz deyir? Bəqərə surəsində bu ayədir. Aç sən də oxu. Aç sən də bax. İnnəs-Safa vəl-Mərvətə min şəairillah. Allahın kəlamı budur. Oxu da özün. Allah Teala'dır, həccə gəldin, ümrəyə gəldin. İkisinin arasında səy et. Bu deyir etmə. Allahın kəlamını götürürsən, yoxsa bu insanın.